Mən Şeydəyeva Şirin xanım. Mən Məmmədova Türkanə. Mən Əhmədov Asiman. Mən Hüseyn Quliyev. Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən Maarifçi Tələbə Məzun proqramının iştirakçısıyam. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən 4-cü Maarifçi Tələbə Məzun proqramının qalibi. Hal-hazırda Elm və Təhsil Nazirliyinin protokol sektorunda fəaliyyət göstərirəm. Maarifçi proqramı ilə ilk tanışlığım sosial media vasitəsilə oldu. Proqram haqqında daha geniş araşdırma apardıqdan sonra proqramın təkcə Bakıda deyil, ölkənin digər regionlarını da əhatə etdiyini öyrəndikdən sonra müraciət etmək qərarına gəldim. Və bu günlərim Qarabağ Universitetində açıq qapı günləri elan olunubdur və bu günlərim həm abituriyentlər, həm müəllimlər Qarabağ Universitetinə səfər ediblər. Mən də maarifçi proqramı nəzdində səfər etmək fürsəti əldə etdim və bu günlərim artıq biz Qarabağ Universitetindəyik. Quba Xaçmaz Regional Təhsil İdarəsi olaraq regionumuzun uşaqları ilə birlikdə Qarabağ Universitetinin açıq qapı günləri elan etdiyi bir müddətdə universitetə səfər etmişik. Burada abituriyentlər və həmçinin digər şəxslər də Qarabağ Universitetində yaradılmış xüsusi ixtisaslar, fakültələr və digər imkanlarla tanış olur və onlardan faydalanmağın yollarını öyrənirlər. Elm və Təhsil Nazirliyinin təşkilatçılığı və Təhsilin İnkişaf Fondunun dəstəyi ilə həyata keçirilən 4-cü Maarifçi Tələbə Məzun proqramı çərçivəsində 53 nəfər iştirakçı Elm və Təhsil Nazirliyinin müxtəlif struktur bölmələrində və eləcə də tabe qurumlarında, regional təhsil idarələrində və Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyində proqramda iştirak edirlər. Dilə qeyd etmək istərdim ki, cari ildə ötən ildən fərqli olaraq proqrama regionlar üzrə çox sayda müraciət qeydə alınmışdır. Proqramda iştirak edən 17 nəfər regional təhsil idarələrində fəaliyyət göstərirlər. Belə ki, Qarabağ Regional Təhsil İdarəsində fəaliyyət göstərən 3 maarifçidən biri işğaldan azad olunmuş ərazimizdə fəaliyyət göstərən təhsil qurumunda, Xankəndi şəhəri və Xocalı rayonu üzrə təhsil sektorunda maarifçi proqramında iştirak edir. Məlumat üçün bildirirəm ki, hazırda maarifçilərimizin bir qismi Xankəndidə yerləşən Qarabağ Universitetində tanışlıq səfərində iştirak edirlər.